1. Ignition, engines full power, and lift off. Go Falcon, go Transporter. İnanmayan oldu ki, biz peyk göndərək kosmosa. Rəqiblərimizi görəndən sonra biz qorxuya düşmüşdük ki, çətin olacaq. Şagirdlər gəlirdi, alınmır müəllimə. Heç cür edə bilmirəm. Bizim düzəltdiyimiz peyk göydə bir il ərzində səmada devr edəcək. 9 şagird bu qələbəni əldə etdi. Bizim qalib olmamız yalnız bizim deyil, bütün Azərbaycan məktəblərinin qalibiyyətidir. Bu layihədə iştirak etmək çox qürur vericidir. Əziyyətimizin bəhrəsini gördük. Komandamın kapitanı olmuşam. Uşaqların hansı işlərlə məşğul olmağını təyin etmişəm və mənim bu komandada əsas məqsədim elektronika və mexanizm hissələrini təmin etmək idi. Elektronika hissəsində peykin tam stabil işləməsini və sensorların qoşulmasını təmin etmək idi. Mexanizm hissəsində isə peykin hissələrinin qoyulması və fizik işinə mən baxırdım. Bu layihəyə qatıldıqda 7-ci sinif şagirdi idim. Layihənin böyüklüyünü öyrəndim və biraz həyəcanlandım ki, yəni bu boyda böyük bir layihə var. Bu layihədə əsas rolum ideyaların toplanılması və bunların dəyərləndirilməsi idi və ən sonunda isə bunların həll yolunun tapılması idi. Təxminən 1 il bundan əvvəl Azərkosmosun nəzdində fəaliyyət göstərən Kosmik Akademiya, eyni zamanda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə layihəsi olaraq təqdimat keçirildi. İlkin olaraq layihə başlayanda 41 məktəb layihəyə qoşulmuşdu. 750 nəfərdən artıq şagird cəlb olunmuşdu, məktəbli cəlb olunmuşdu bu layihəyə. İlkin mərhələdə biz 16-17 şagird arasında seçim etmişdik. Sonda 9 nəfər qaldı komanda olaraq. Mən peykimizdə proqramlaşdırma işinə baxıram. Peykin maketini qurduğumuz hissədir. Biz orada sensorlarla işləyirdik və kodlaşdırma var idi. Biz kodlaşdırmanı yazanda kompüterdə yazırdıq və onu sensorlara göndərirdik. Kodlaşdırma ilə sensorlardan gələn məlumatları öyrənirdik. Mənim bu layihəyə seçilməyimin əsas məqsədi mənim inancıma görə mənim yaxşı tədqiqat bacarıqlarımın olması idi. Peykimizin modelini hazırlamazdan əvvəl peykin funksiyalarını, orbit dinamikasını və sensorların iş prinsipi haqqında geniş araşdırmalar apardıq. Mən bu araşdırmaların böyük hissəsini apararaq əsas elmi əsasını formalaşdırdım. Həmçinin digər komanda üzvlərinin də bu araşdırmalardan bir bəhrə götürməklərinə böyük dəstək olduğumu düşünürəm. İlk 3 ayı biz çox çətinlik çəkdik. Yəni uşaqları bir araya toplamaq, onlarda o motivasiyanı formalaşdırmaq, şagirdlərlə dərs bölgüsü, yəni layihəni necə işləyəcəyik, hansı çərçivə daxilində işləyəcəyik, bunları planlaşdırdıq. Göndərilən hər bir tapşırıqları ilk öncə mən özüm hazırlaşırdım ki, yəni biz şagirdlərə bu məlumatları necə çatdıracağıq. Bu layihəyə qatılmağın səbəbim kodlaşmadır. Kodlaşmanı yaxşı bilirəm, işlə dizaynı da yaxşı bilirəm. Məktəbimizdə rəqəmsal bacarıq keçirilir. Orada öyrəndiyim bilikləri bu layihə boyu təqdim elədim. Biz peykin necə məlumat topladığını, hansı hissələrdən ibarət olduğunu və real həyatda bunu necə istifadə edəcəyimiz haqqında izahlar etdik. Başqası məlumatlar yığırdı və mən o məlumatlardan istifadə edərək prezentasiya hazırlayırdım. Bizim komandada çox inanmayan oldu ki, biz peyk göndərək kosmosa. Şagirdlər gəlirdi, alınmır müəllimə. Heç cür edə bilmirəm. Biz onlarla bərabər, mən hər biri ilə hər hazırladığımız məhsulu və yaxud da ki, hər hazırladığımız biz kanvalar üzərində o posterləri hazırlayanda ən çox onların hər birinə özüm yaxından iştirak etmişəm. Elə məlumatlar vardı ki, orada kanvaya yazmaq olmurdu. Onu qısa şəklində düzəltmək vacibdir. Mənim vəzifəm ondan ibarətdir ki, şagirdlərin topladığı məlumatları Canva-ya yerləşdirmək. Canva önəmlidir, yazıların seçilməsi, rəhbərlərin seçilməsi vacibdir. Müəllimlər və mühəndislər qane etməlidir. Bu layihədə mənim əsas işim çertyajların düzəldilməsi, layihələndirmə və plan alma olub. Rəqiblərlə üz-üzə gəldiyimiz, yəni axırıncı mərhələ oldu. Rəqiblərimizi görəndən sonra biz həqiqətən də biraz qorxuya düşmüşdük ki, yəni bunlar bizim rəqiblərimizsə həqiqətən də bizim üçün çətin olacaq. Bir müddətdən sonra həmin xof da canımızdan çıxdı. Bir il müddətində Braziliya Kosmik Akademiyasının mütəxəssisləri, Kosmik Agentliyinin mütəxəssisləri tərəfindən treninqlər, onlayn görüşlər keçirilirdi.
təlimlər keçirilirdi. Bizim şagirdlərə müxtəlif tapşırıqlar verilirdi. Braziliya mütəxəssisləri artıq Kosmik Akademiyaya gəldilər, Azərbaycana gəldilər və son mərhələlər burada baş verdi. Layihənin 3-cü mərhələsi zamanı Braziliya mütəxəssislər tərəfindən 5 günlük təlim zamanı mənim bütün komanda yoldaşlarım ingilis səlis bilmədiyinə görə onlar arasında kommunikasiya zamanı mənim böyük rolum olmuşdur. Bu layihə seçməkdə əsas səbəb mən kommunikasiya işlərində özümü çox yaxşı şəkildə göstərdim. Bu layihə zamanı daha çox araşdırma işləri də aparırdım. Dostlarımla birlikdə onlarla bir yerdə komanda işi şəklində işləyirdik. Bu layihə ölkəmizin milli müdafiəsinin qabiliyyətinin artırılmasında bir kadr kimi inkişaf etməyimizə böyük bir töhfə verəcəkdir. Bizim düzəltdiyimiz peyk göydə 1 il ərzində səmada dövr edəcək. Bu 1 il ərzinin 1 ayı Azərbaycan üzərində olunacaq. Sonradan digər ayları bütün yer kürəsi ətrafında dövr edəcək. Ən çox orada temperaturun, təzyiqin, yəni 1 il boyu müşahidə eləyəcək. Falcon 9 is in startup. 5, 4, 3, 2, 1. Ignition. Engines full power. And lift off. Go Falcon, go Transporter 15. Max Q, the point of maximum aerodynamic stress on the vehicle. Happening in quick succession, starting with MECO, followed by stage separation, second engine start or SES1. Main engine cutoff. Buraxıldığını görəndə mən çox həyəcanlı idim, çox sevindim. Komandamı onu izləyib və çox sevinmişdik. Yəni əziyyətimizi, bəhrəsini gördük. 9 şagird bu qələbəni əldə etdi. Bizim qalib olmamız yalnız bizim deyil, bütün Azərbaycan məktəblərinin qalibiyyətidir. Bizə bu yolda dəstək olan hər bir kəsə böyük təşəkkürümü bildirirəm. Komanda yoldaşlarımla birlikdə işləyərək qazandıq layihəni. İnsanın məsələn əziyyət çəkdiyi bir işin bəhrəsini görməsi həqiqətən də insanda bir sevinç yaradır. Çox qürur verici birisi idi ki, yəni həqiqətən də buna nail ola bildik.